maşın deyil, 30 ildir sata bilmir. 30 ildir sata bilməyən maşın. Sözümü dinle, gelip de Çekmişe pul da verəsi halım. Hə. Pulu veriblər uşaqlar. Çek şəklini. Dayımız hardan gəlib bazara? Mən zakat alalıyam. Lap yaxşı. Özdə köhnə Yerlisiz. 42-43-cü ilin partizanıyam qızım. Aha, Allah köməyinizdə Ancaq hana ona Bəli. qiymət verən yoxdur. Döşüm yaralıdır, ona görə satıram bunu mən. Yoxsa bunu mən satası maşın deyil. 30 ildir eşitdik ki, siz bu maşını sata bilmirsiniz. Niyə görə? Ay sağ ol. Ona görə ki, mız qoyanlar çoxdur. Aha, kim diyorsunuz qoyanlar? Ha, bazarda. Vazdır da, vazdır. Ha bazarda bazarı qiymətini öldürürlər, axırda götürüb gedib maşın məhəlləsində 4 dənə maşın var. 5-ci maşını aparıb, sonunki bazara gətirib satır, qiymət götürmək üçün. Bax, burada alqı-satqı işində olan izləyicilər var ki, canlı baxırlar. Mən onlara yaxınlaşım görüm. Bu dayımızın vazı necədir vəziyyəti? Uzaqdan necə görsənir? maşında 6 yarıma değil dayı. 6 yarıma baha deyir, ucuz deyir. Baha değil. Baha deyir. Siz neçəyə alardınız? Siz neçəyə alardınız? Qızım, 8000 mayasıdır. Balalarımın canı haqqı 8000 mayasıdır bunun. İnanırsan mı? Neçə ildir? 30 ildir sürürsünüz. 65 ildir mən maşın saxlamışam. 65 ildir mən Rusiya, Qazaxıstan gəzib belə kef çəkən kişi olmuşam mən. 7 evladım var. Allah saxlasın. 42-43-cü il müharibəsində iştirakçıyam ancaq. Hələ onu bilən yoxdur. Artıq bildilər. Artıq bizim İndi izləyicilər sizi tanıdı. nəyə verin ora, İlhama bildirin, gəlsin, çəkiliş yaparsın evimdə. Bəli. Atla silah daşımışam. Şamil qalasından Rutul rayonuna. Qardaşımla, mən 12 yaşım var idi onda. Dayı neçənci ildə anadan Voyankomata gedirəm. Voyankomata diyor, arxivi bilmirəm mən. 34 təvəllüdəm. And olsun Allah'a, çarıq, 2 cüt çarıq götürürdük. Yola ora çatınca biri dağılırdı, ikincini girdi. O dar cığırarda. Neçə dənə at uçdu dəriyə, silahlı zaddı. Mən o adamam. Keçmə-keçi həyat yolunuz İndi olur. mənə qiymət verən yoxdur. Axı mən 300 manat pensiya alıram. Ha, 7 evladım var. 20 nəvəm var. Maşallah. 15 nəticəm var. Kötükçəm var. Devlət o boyda xeyir vermişəm. 35 il o stolbaların başında gəlmişəm. Baba o betonun. 3 dəfə gərginliyə düşmüşəm. Ölüm vermə, Allah məni öldürməyib. Çünki yaşayası insanam mən. Mən hamıya əl tutan adamam. İndi biz də sizə çalışacağıq ki, Gəl dəstək evimə olaq. çəkiliş yapar. Gələrik, problem Gəl yoxdur. gedək yuxarı çardan qocaları yığaq, soruşaq, əgər mən deyən yalandırsa,